Salam. Bugün Greenlight şirkətinin Mercedes-Benz V116 450 SL modelinin inceləyəcəyik. Diqqətlə nəzərdən keçirəcəyik. ABŞ Greenlight şirkətinin istehsal etdiyi modelkanın kutusu. Rocky 4 filminin fragmentləri. Bunun mənası odur ki, bu avtomobil Rocky 4 filmində 1984-cü ildə çəkilmiş filmdə bu avtomobil istifadə olunmuşdu. Sovet boksçu Drago bu avtomobili minmişdi. Greenlight şirkəti ABŞ-da yerləşir, lakin sifarişçi qismində modelka Bangladeşdə istehsal olunub. Ölçüsü 1.43'dür. Bu avtomobil 1972-1980-ci illərdə Almaniyada istehsal olunub. Lakin 1975-1980-ci illər arasında ABŞ üçün xüsusi olaraq 6.9 həcmində mühərriklə istehsal edilmişdi. Avtomobil imitasiyaları düzgün işlənib. Arxa stopları hərəsi öz xronoforudadır. Mercedes-Benz nişanı görünür. 450 SL mühərrik həcmi də görünür. Amerika standartına uyğun olaraq bamperlərlə təchiz olunub. Məhz bu modelka ABŞ üçün istehsal olunmuş avtomobilin üzərində yığılıb. Duman fənərləri də var. Duman əleyhinə fənərlər var. 2 qat bamperlər. Ön işıq farları üzərində xrom örtüyü. Dönmə işıqları. Qapı güzgüsü yalnız sürücü tərəfdədir. Zavod istehsalı belədir. İndi isə diqqətlə nəzərdən keçirək. Ön radiator barmaqlıqları, Mercedes-Benz nişanlı, ulduzu, gözəl quraşdırılıb, bamperlər, qapı dəstəyi xrom örtüyünə örtülüb, təkərlər üzəri kalpakla örtülüb, təkər hezini yumuşaqdır. Aksinizi yetirək. İçərisi şam ağacı örtüyünə təchiz olunub, içərisi işlənib. İçərisinə diqqətlə baxaq. Sürətlər kutusu. Qapı dəstəkləri, qapı qatları yaxşı işlənib. Torpedo əla işlənib. Sağ tərəf, sol tərəf kimi eyni ilə. Burada SSR bayrağı təchiz olunub. İndi isə altında Rocky 1976-2024-cü il yazılıb. Greenlight şirkəti 1.43 ölçüsündə. Yalnız səs boğucu qazan xrom rəngdə boyanıb. Maşının alt hissəsi imitasiyalar zəif işlənib. Mini Chance Maxi Chance firmasına nisbətən zəif işlənib. Lakin avtomobilin gövdəsi imitasiyalar əladır. Rəngi tünd qaradır. Bu qədər.